Space TV-yə yeni rəhbər təyin olunub. Rəhbər deyib ki, hədəfimiz böyükdür. Yanınıza gəlib bir dəfə o vaxtlar, bir neçə il bundan əvvəl Lider televiziyası var idi və güya bu rəqabət edirdi. Biz gəlirik, ya, bizimlə bacaran olmaz, nə bilim, digər nələrsə belə devizləri vardı, şüarları var idi, küçələrdə belə yazı vururdular, insanlar belə sıx olan yerdə ki, yəni Lider TV bunları etmək istəyir. Sonunda nə oldu? İndi hal-hazırda Space TV-yə yeni rəhbər təyin olunubdur. Necə deyir? Deyir ki, hədəfimiz böyükdür. Deyib ki, televiziya sahəsi mənim üçün yeni deyil. AzTV-də, Azərbaycan Dövlət Televiziyasında, İTV-də, yəni ictimai televiziyada. Bunlar da yəni dövlət televiziyaları sayılır. Bəli, bu TV-ləri London bürolarında işləmişəm. Mediada, yəni media üçün təcrübəm var. Təbii ki, istinad edirəm Rubrika.az-a. O da Telegraf.az açıqlamasında deyib ki, yəni Ayaz Mustafayev də hal-hazırda Space televiziyasının rəhbəri təyin olunub və açıqlamalar verib. Hədəfimiz böyükdür. İşə bugün başlamışam. Planlar barədə danışmaq hələ tezdir. Amma televiziya ola elə bir məkandır ki, hər hansı yeniliyi onsuz da gizlətmək mümkün deyil. Baş verənləri, dəyişikliklər hər kəs dərhal görür, izləyir. Düşünürəm ki, Ayaz müəllim deyib, düşünürəm ki, belə dəyişiklikləri fərq yarada biləcəyi bu məkanda, yəni televiziya məkanda deyə sədr qeyd edib. Space TV-nin hazırki kollektivi ilə işləyəcəyimizi sualı belə yaranıb. O deyib ki, peşəkarlara üstünlük verəcəyi, uğur qazanmaq üçün komandanın peşəkarlığı vacibdir. Aziz müəllim, sizi təbrik edirəm. Amma siz düşünürsünüz ki, nəsə yenilik edə biləcəksiniz. Mən əlimi o düz deyə belə ictimai xəbərləri ya bir hansısa xəbəri ictimai deyəndə ki, hansısa xəbəri yayanda, ictimailəşdirəndə təbii ki, belə demək olmaz da. Biz axı bir şey onda deyirik ki, Qurana əl basaram. Gətirin mən Qurana əl basım ki, köhnə hamam, köhnə tas. Bax, sadəcə olaraq deyirəm ki, köhnə hamam, köhnə tas. Amma sizə uğurlar arzulayıram.